Hər kəs Samsungla bağlı mənə bir dənə sual var. Deyirlər ki, usta, bizdə bəzi proqramlarda dərəcə yuxarı qalxmır. Nədəndir? Baxın, onu izah edirəm. Bu bütün paltarlarda belədir. Yəni dərəcənin qalxmama səbəbi bundandır. Diqqətlə axıra qədər baxın, sizə göstərərəm. Göstərəcəm necə olacaq. Siz indi axıra qədər baxın və mənə deyərsiniz ki, siz bunu bilirdiniz, yoxsa bilmirdiniz. Çoxu biləcək, amma bilməyənlər də var. Dərəcə bəzi proqramlarda niyə qalxmır? Mənə zəng edir, deyir ki, ay usta, mən qoymuşam sintetikaya. Baxın, gördünüz sintetikanı. Dərəcəni deyir, qaldırıram 95-ə qalxmır. Təbii ki, bu qalxmamalıdır, normaldır. Sintetikanı sən hara 95-də yürürsən? Yəni, bunun üçün pambığı seçməlisən. Ağlar 95-də qalxa bilər, ancaq ağlar, pambıqlar qalxır 95-ə. Gördünüz? Qalxa bildi. Ona görə hər proqramda qalxmır. Yəni dərəcənin hansında ki, qalxmır, deməli icazə yoxdur o proqramda çox dərəcə verməyə. Məsələn, yenə göstərirəm. Shers, yun, delikatlı və yun. Burada 60-a heç qalxmır. Görürsünüz, 40-da qalır. Çünki yunu və delikatlı, incə materialı, pərdə tülləri siz 60-a qoysanız nə olar? O paltarlar, tüllər xarab olar, sıradan çıxar. Ona görə qalxa bilmir. Əgər paltar yanğıcı qaynamağa qoymaq istəyirsinizsə, qısa gedirəm. Qaynamağa qoymaq istəyirsə, pambığı seçməlisən ki, bu temperatur 95-ə və ya 90-a qalxsın. Bu qədər video çəkirəm, maarifləndirirəm, sizə kömək edirəm. Səhifəmi izləyənlər sağ olsunlar, hamısı bilir, zəng eləyəndə də təşəkkür edirlər, çox sağ olun. Yorumlarda da heç olmasa bir dənə sağ ol yazarsınız. Çünki bu videoların hamısını maarifləndirmək üçün sizin üçün çəkirəm. Mən onsuz da bunların hamısını əzbər bilirəm. Yəni sizə görə çəkirəm ki, izləyicilərim ən azından maariflənsinlər, məlumatları olsun. Özünüzə yaxşı baxın, təmirlə bağlı kiminlə sual var, nömrə səhifəmdə var. Buyurub zəng eləyə bilərsiniz. Özünüzə yaxşı baxın, sağ olun.